بسم الله الرحمن الرحیم. Trump, Rəis Cumhur Amerika Xatəmül-Ənbiya Mərkəzi qərargahının sözçüsü oxuduğu bəyanatda ABŞ ordusuna xəbərdarlıq edib. Bəyanatda deyilir: Bismillahirrahmanirrahim. ABŞ prezidenti Donald Trump dəfələrlə İranı quru əməliyyatı ilə və Fars körfəzində bəzi adaları işğal etməklə hədələyib. Şübhə yoxdur ki, ABŞ prezidenti terrorçu Mossad təşkilatının təzyiqi ilə və Epstein işi ilə bağlı keçmişinə görə İrana qarşı müharibə və təcavüzdə Siyonist rejimin baş nazirinin oyuncağına çevrilib. Dünyanın ən yalançı liderlərindən biri kimi tanınan və fikirlərində, habelə danışığında sabitliyi olmayan ABŞ prezidenti heç bir halda etimad ediləsi deyil və təəssüflə ABŞ başçıları silahlı qüvvələrin komandanlığını elə bir şəxsə həvalə ediblər ki, qeyri-sabitliyi, yanlış və təhlükəli qərarları və mövqeləri ilə ABŞ ordusunun ölüm bataqlığına sürüklənib. Trump'ın hər an ölümlə əlbəyaxa olan əskərləri və komandirləri öldürülmək qorxusundan dağılmış bazalardan qaçıb, region ölkələrinin xidmət, əhalinin sıx olduğu və iqtisadi mərkəzlərinə sığınıblar və əlbəttə orada da hədəfə alınıblar. Halbuki Trump'ın özü və ABŞ ordusunun yüksək rütbəli komandirləri müharibə meydanından minlərlə kilometr uzaqlarda oturub, əskərlərinə müqavimət gözləyirlər. Trump bir gün səhər təhdid və müharibə təblini çalır, axşam isə geri çəkilir. Bir vaxt danışıqlardan dəm vurur, bir neçə saat sonra isə müharibəni idarə etməyə qərar verir. Bu qeyri-sabit və yalançı şəxs ABŞ, Avropa və dünya ölkələrinə, xüsusilə də Qərbi Asiya regionu ölkələrinə çox böyük ziyan vurub. ABŞ prezidenti sübut etdi ki, yalnız güc dilini anlayır. Trump'ın son təhdidlərinə, o cümlədən quru əməliyyatı və İran torpaqlarının istənilən hissəsinin işğalı ilə bağlı sözlərinə cavab olaraq bildiririk ki, İran döyüşçüləri çoxdan belə bir addımın baş verməsini gözləyirlər və sübut edəcəklər ki, işğalın və təcavüzün nəticəsi yalnız alçaldıcı əsarət, parçalanma və işğalçıların itkin düşməsidir. ABŞ hərbçiləri Fars körfəzinin köpək balıqları üçün yaxşı yem olacaqlar. Yaxşı olar ki, Trump'ın özü, ABŞ rəhbərləri və ordu komandirləri İran tarixini bir daha oxusunlar. İranlıların tarix boyu təcavüzkarlar necə davrandığından dərs çıxarsınlar və öz əskərlərini ölüm və əsarətə sürükləməsinlər və ABŞ xalqını da kütləvi matəmə düçar etməsinlər. Qüdrətli İran silahlı qüvvələri yalan və illüziyanın təzahürü olan ABŞ prezidentinin təhdidi reallaşacağı təqdirdə sizin ordunuzu darmadağın etmək üçün dəqiqələri gözləyir. و من نصر الا من عند الله العزیز الحکیم.